Yaxın oturun, yaxın oturun. Baxın bu videoya. Təsəvvür edin ki, əlillərə dekabrın 3-ü Beynəlxalq Əlillər Günü ilə bağlı 30 manat pul verirlər, maddi yardım. 30 manat. Sağ olsunlar. Bunun üçün qırğındır rayon və şəhərlər üzrə, orada da, yəni o regional dairədə. Aləm qaçıb bir-birinə. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şəhər üzrə regional dairələri var. Orada millət bir-birinə qaçışıb 30 manatdan ötürü. O da hamıya vermirlər. Hər il müəyyən sayda. Mənim kartımdan pul tutulur vergi üçün, tibbi sığorta üçün, digər üçün özləri tuta bilir. Amma özləri həmən 30 manatı ya hələ böyük, nə böyük 30 manatı karta vura bilmir. Millət ora getməlidir, əlillik kağızı aparmalıdır, vəsiqə kopyası. Bunlar bilmir ki, əlillik sənədi var əllərində yoxsa yox. Biabırçılıq buradan başlayır. Belə iş olmaz vallah.